Здравствуйте, дорогие родители, дорогие студенты! Добро пожаловать на мой канал «Уроки русского языка». Мы с вами сегодня будем разбирать урок 7 из 2 класса. Это новая версия. Наша тема «Я вижу, я запоминаю». Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz kanalıma Rus dili dərsləri. Sizinlə bugün 7-ci dərsin, 2-ci kitabın, 2-ci sinifin yeni versiya kitabının 7-ci dərsinin izahını verəcəyik. Mövzumuz я вижу, mən görürəm, я запоминаю, mən yadda saxlayıram. Başlayaq. Задание первое. Ответьте на вопросы по картинкам. Şəkil üzrə biz suallara cavab veririk. Что изображено на картинках? Deyir, şəkillərdə nə təsvir olunub? Yadına fikir verin, kim yox, nə yazılıb? Bax, ona mütləq diqqət edirsiniz. Deyə bilərik, самолет. На картинке изображен самолет и кабинет врача. Кабинет зубного врача. Və demək, кабинет зубного врача diş həkiminin otağı. Yəni, onun kabineti təsvir olunubdur. İçində də alətlər var. Instrumenты, аппараты. Какой это кабинет? Deyir, hansı bu kabinetdir? Biz deyəcəyik, это кабинет зубного врача. Yəni, diş həkimi və yaxud da кабинет стоматолога. Belə də deyə bilərsiniz. Кабинет стоматолога. Кто лечит зубы? Kim dişləri müalicə edir? Stomatolog, zubnoy врач. Belə də, elə də deyə bilərsiniz. Tam da cavab verə bilərsiniz. Stomatolog лечит зубы. Или зубной врач лечит зубы. Кто управляет самолетом? Deyir, təyyarəni kim idarə eləyir? Pilot. Bəzən lётчик da deyə bilirik. Pilot, lётчик. Deyək ki, pilot. Pilot управляет самолетом. Yaxşı, tam da cavab verə bilərsiniz, qısa da deyə bilərsiniz. Задание второе. Прослушайте, повторите. Biz buradan qulaq asırıq və təkrar eləyirik. Bunu siz eləyərsiniz. İnşallah nəsə bir sualınız olsa, çünki hələ ki dinləmələr internetdə yoxdur. Sualınız olsa mütləq yazıb soruşarsınız. Задание третье. Укажите картинки, название которых отвечает на вопрос «что». Aha, indi nə sualına cavab verən sözləri göstərəcəyik. İki şəkil var. Ağac, дерево, təzə sözümüzdə öyrənir uşaqlar. Дерево, это дерево и самолет. Дерево, самолет. Они отвечают на вопрос «что». Bu «что» sualına cavab verir. Теперь четвертое задание. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Yəni, dialoqlar oxuyub tərcümə edirik və ona uyğun da siz nümunəyə uyğun qurursunuz. Давайте. Ребята, вы знаете, что нельзя играть с огнем? Uşaqlar, siz bilirsiniz ki, odla, alovla oynamaq olmaz. Да, вы нам всегда это говорите. Bəli, siz bizə bunu həmişə deyirsiniz. Ведь пожар – это большая беда. Axı, yanğın bu böyük bir bəladır. Мы никогда не будем играть с огнем. Biz heç vaxt odla və yaxud da alovla oynamayacağıq. Bu birinci şəklin dialoqu idi. İndi ikinci. Saida, ты любишь рисовать? Saida, sən şəkil çəkməyi sevirsən? Да, Said, я рисую деревья, цветы, леса, горы. Bəli, Said, mən ağaclar, güllər, meşələr, dağları çəkirəm. Значит, ты любишь рисовать природу? Deməli, sən təbiəti şəklini çəkməyi sevirsən? Да, а ты умеешь рисовать? Bəli, bəs sən şəkil çəkə bilirsən? Нет, Saida, я люблю собирать конструктор. Yox, Saida, mən konstruktor yığmağı sevirəm. Yenə də bu dialoqda çoxlu gözəl ifadələr var. Ты любишь рисовать? Я рисую. Значит, deməli. Və yaxud da ты умеешь? Я умею. Я люблю. Bax, bu gözəl ifadələrdir. Cümlələr qurmaq üçün uşaqlara ki, dilləri, nitqləri inkişaf eləsin. Mütləq bunları siz də onlardan dialoq formasında qurun. Укажите картинки, название которых можно заменить словом «оно». Составьте с nimi предложение. İndi deyir ki, «оно» orta cins sözləri hansı sözlə, «оно» sözü ilə əvəz etmək olar, onlardan cümlə qurun. Bizdə burada 2 dənə söz var, orta cinsə. Дерево, дерево, o ilə bitir, bu orta cinsdir. Biz keçən dərs dedik ki, sizlə o və y hərflərlə bitən sözlər orta cinsə aiddir. Дерево orta cinsdir və окно, bu da o ilə bitir, bu da orta cinsdir. Demək, bu ikisi ano sözü ilə əvəz eləmək olar. Bu olmaz, пожарная maşinadır. Bu da burada девочкаdır və yaxud da художник desək, rəssam, bu da uyğun gəlmir. Ancaq дерево və окно. Və biz bunlardan cümlə qururuq. Например, в саду много фруктовых деревьев. Bağda çoxlu meyvəli ağaclar var.
və yaxud da у моей комнате 2 больших окна. Mənim otağımda 2 böyük pəncərə var. Belə tipli cümlələr, buna oxşar cümlələr qura bilərsiniz. Çətinliyi çəksəz, mütləq yazarsınız, soruşarsınız, mən sizə köməkli göstərərəm cümlələrdə. И задание 6. Запишите элементы буквы Ж. Və burada J hərfini keçirsiniz. J hərfini, balacası, böyüsünü, balacasını yazıb öyrənirsiniz. Bu qədər bu dərsimiz. Burada bitdi. 7-ci dərsimiz idi. Gələn dərs 8-ci dərsdə görüşərik sizlə. Sağ olun. Görüşərik. Uğurlar. До свидания. Увидимся на следующем уроке. Всем удачи, всем пока.